Xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Bilirsiniz ki, bugün 15 mart 2026-cı il OTK-nın say etibarı ilə 8-ci sınaq imtahanı keçirildi. Bu sınaq 9-cu sinif buraxılış imtahanına əsasən keçirildi və mən bugün sizə Azərbaycan dili bölməsinə aid demək sualların izahlarını verəcəm. Gəlin baxaq vaxt itirmədən birinci suala. Deyir ki, hansı nümunədə qələmi tənzimləyək. Hansı nümunədə müxtəlif nitq hissəsi kimi hansı nümunə daha doğrusu müxtəlif nitq hissəsi kimi düşünülə bilməz. ilə həm bağlayıcı ola bilər, həm qoşma ola bilər, ona görə çıxıram. Başqa sözü demək qoşma kimi də işlənə bilər, fərqlənmə qoşması kimi də, başqa sifət kimi də işlənə bilər. Sonra doğru sözü evə doğru qoşma kimi işlənə bilər, doğru söz, doğru danışdı, sifət və zərf kimi işlənə bilər, çıxıram. Dadə, ədat kimi və bağlayıcı kimi işlənə bilər. Cavab qalır 1-də, C əlbəttə təkcə modal kimi işlənir. Baxıram 2-yə. Bəzi təkliflər bizə bildirilib, amma məhz bu məsələyə razılıq verməmişiklə bağlı doğru fikri istəyir bizdən. Doğru. Əvəzliyin 3 müxtəlif məna növünə aid nümunə var. Bəzi əvəzliyi qeyri-müəyyən əvəzlikdir, bizə şəxs əvəzliyidir. Sonra, məhz bu məsələ işarə əvəzliyidir. Başqa burada mən əvəzlik görmədim. Ona görə bir doğrudur. İsimlər eyni haldadır. Burada isim təklif sözüdür. Bu adlıq haldadır. Məsələyə yönlük haldadır. Eyni halda deyil, ona görə ikiləri çıxırıq. Sonra, müxtəlif köməkçi nitq hissələrinə aid nümunələr işlənmişdir. Köməkçi deyirsə, bizə bildirilib, amma bağlayıcıdır burada. Bir dəqiqə. Amma burada bağlayıcıdır. Bir dəqiqə. Amma bağlayıcıdır. Məhz burada ədatdır. Ədat. Demək, müxtəlif, bəli, köməkçi nitq hissələrinə aid nümunə işlənib. İlk feil təsriflənməyəndir, quruluşça düzəltmədir. İlk feil burada bildirilib sözüdür. Bax, bildirilib. Bu düzəltmədir düzəltmə olduğuna. Amma təsriflənməyəndir fikri səhvdir burada. Təsriflənəndir. Ona görə 4 də yanlışdır. 4 də yanlışdırsa cavab qalır 1-3 A variantı. 3. Hansı nümunədə şəxs, demək, zərf şəxsə kəmiyyətə görə dəyişməyən feilə aiddir? Baxıram ki, maşın orada mağazanın qarşısında dayandı. Təsriflənməyən feil deyəndə məstər feili bağlama feili sifəti nəzərdə tutur. Orada dayandı fikrini əgər tamamlasa, burada dayandı sözü təsriflənəndir, çıxıram. Bu yazıcı bəzi hekayələrində satiradan ustalıqla istifadə etmişdir. Ustalıqla sözü bəli zərfdir, amma istifadə edir sözü təsriflənməyən deyil. Ona görə B-ni də çıxıram. O həmişə özünə baxır, həmişə baxır. Bu da, yəni zərfdir burada. Ancaq baxar sözünə aiddir. O da təsriflənən feildir. Çıxıram. Navalçalardan axan yağışın səsi həzin nəğmə kimi səslənirdi. Burada demək, yoxdur. Çıxıram. Qoca kədərlə başını qaldırıb oğlanın üzünə baxdı. Burada kədərlə sözü bəli zərfdir. Kədərlə başını qaldıraraq, yəni ı-bın yerinə araq qoya bilirəmsə, bu feili bağlamadır. Cavab olacaq E variantı, yəni təsriflənməyən feilə aiddir burada. 4-də deyir ki, modal sözün işləndiyi nümunəni müəyyən edin. Modal sözün işləndiyi bəli burada ədatdır. Ona görə çıxıram. Güya bugün hava dəyişəcək, yağış yağacaqdır. Güya bəli. Bu modal sözdür. Ona görə cavab olacaq B variantı. Mən təsdiqləyirəm ki, bağlayıcıdır. Çıxıram. Modal söz yoxdur burada. Amma düzdür sözü sizi çaşdırıb. Burada onun danışdıqları düzdür. Necədir? Düzdür. Doğrudur fikirləri. Burada doğrudur sözü də sizi çaşdıra bilər, amma bunlar əsas nitq hissəsi kimi işlənib burada. D-də deyir ki, buradan düşmənin mövqeyi aydın şəkildə görünür. Görünür sözü də burada feil mənasındadır. Yəni modal söz deyil burada, ona görə çıxıram. Bu sadə fikri bir sözlə də ifadə etmək olar. Bir sözlə sözü burada yenə də əsas nitq hissəsi kimi işlənib uşaqlar. Yəni desəydi ki, bir sözlə sənin dediklərinlə razıyam, o zaman həmin cümlədə modal söz olardı. Amma burada əsas nitq hissəsidir. Ona görə çıxıram. Cavab qalır 4-də B. 5-ə baxıram. Feilin təsriflənməyən formalarına aid hər hansı nümunə yoxdur. Yəni, nə məsdər var, nə feili sifət, nə feili bağlama. Namərd gəlib mərd olmaz. Namərd gələrək mərd olmaz. I-bın yerinə arağı çox vaxt qoya bilirik, yəni. Bildiyindən danış, bilmədiyin səni güdaza verər. Bilmədiyin, dığı-dığı şəkilçisi var. Nədir? Feili sifətdir təbii ki. Çıxıram. Danışana macal vermir. Kimə? Danışana an şəkilçisi var, feili sifətdir. Çıxıram. Bir dəli quyuya bir daş atdı, 10 ağıllı gəldi çıxara bilmədi. Bəli, burada heç bir təsriflənməyən feilin forması yoxdur. Hamısı təsriflənəndir, yəni feillər. Çox bilib az danışmaq igidin yaraşığıdır. Çox bilərək ı-bın yerinə araq, danışmaq da məsdərdir. Həm feili bağlama var, həm də məsdər var. Ona görə Y variantında çıxırım.
6. Hansı cümlədə sözün quruluşca bütün növlərinə aid nümunə var? Quruluşca, yəni həm sadə, həm düzəltmə, həm də mürəkkəb istəyir bizdən. Bu arada siz əgər videonu izləyirsinizsə, o zaman videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Unutmayın ki, burada bir əziyyət var. Özünə qarşı tələbkarlıq insanın inkişafı üçün vacibdir. Burada məsələn qarşı sözüdür, sonra insan sözüdür, sadə sözlərdir məsələn bunlar, vacibdir. Sadədir yəni bunlar, inkişaf da eləcək. Amma tələbkarlıq burada düzəltmədir. Düzəltmə və sadə sözün burada iştirakı var. Yaz fəslində təbiət qoynunda istirahət etməyin başqa ləzzəti var. Yaz burada nədir, fəsil nədir, təbiət nədir? Sadə təbii ki. Burada düzəltmə söz yoxdur, mürəkkəb söz var amma. Amma burada demək, düzəltməsi yoxdur, çıxıram. Uzun illərin həsrətindən sonra doğma yurduna qovuşmağa tələsirdi. Uzundur, ildir, həsrətdir. Bunlar sadədir. Doğudan doğma yaranır burada, düzəltmədir. Amma burada mürəkkəb yoxdur. Çıxıram. Qərəzli yanaşma. Qərəzli sözü demək, düzəltmədir, yanaşma düzəltmədir. Naşılıqdandır, düzəltmədir. Hamısı düzəltmədir yəni burada. Nə sadəsi var, nə də mürəkkəbi var. Öz sənətində sadə, peşəkarlaşma, peşəkarlaşmaq. Bir dəqiqə, bu hissə düzgün bölünmədi. Maq bir yerdə, ayrıca. Düzəltmə. Hər kəs, bu isə mürəkkəbdir. Ona görə elə cavabımız olacaq E variantı. 7. Hansı nümunədə feilin qrammatik məna növü digərlərindən fərqlənir? Dənizin sahili aydın görünürdü. Burada gördən, görünürdü. Öz-özünə görünmüşdü. Burada qayıdış növdədir. Qayıdış. Təbiət ağ örpəyə bürünmüşdü. Bürüdən, bürünmüşdü formasında. Bu da qayıdış növdədir. Qayıdış. Gülün qönçəsi açılmışdı. Bu da qayıdış növdədir. Öz-özünə hərəkət icra olunmuşdu burada. Müalicədən sonra xəstənin ürəyi normal döyünür, döydən döyünür, özü döyünür də. Yəni kimsə bunu döyündürmür ki, ona görə bu da qayıdış. Qapı yoğun zəncirlə bağlanmışdı, bağdan bağlanmışdı. Bu kimsə tərəfindən icra olunmuşdu, ona görə məhsul növ olacaq burada, cavab olacaq Y variantı. 8. Nida, yəni köməkçi nitq hissəsi ilə bağlı durğu işarəsinin səhv qoyulduğu nümunəni istəyir. Burada yazıb ki, ay, aman, uşaq yıxıldı. Ay uşaq, bura gəl görüm. Doğrudur. Nə gözəl mənzərədir. Bax, burada bizə nədən sonra vergülü qoyub sizə çaşdırmaqdan ötürü də. Yəni, B düzdür. Amma səhv istəyir də bizdən. Belə qoyum ki, yəni çıxmaq işarəsi qoyum ki, siz çaşmayasınız da. Səhv istəyir. B doğrudur, yəni. Nə gözəl mənzərədir hissəsində. Yəni, burada nədən sonra vergül qoyulmamalıdır. Amma o nida deyil. Ona görə çıxıram, yəni. Ey vətən oğlu, ayağa qalx. Burada eydən sonra da qoya bilər vergülü. Vətən oğludan sonra da qoya bilər. Doğrudur. Of, yenə eyni söhbətlər başladı. Burada, bəli, burada vergülü işarəsi doğrudur. Yəni, ofdan sonra təəssüf bildirir də. Yəni, yenə söhbətlər başladı, eyni söhbətlər doğrudur. Amma A variantını ona görə saxladım ki, uşaqlar, ay aman, uşaq yıxıldı, ay aman, uşaq yıxıldı deyə bilmirəm. Yəni, ona görə cavab olacaq 8-də A variantı. Sonra, keçirəm 9-a. Sən dərslərini hazırlamamışsan cümləsində nöqtələrin yerinə hansı ədat qoyulmalıdır? Baxın, burada sizə görürsünüz, sual əvəzliyi filanda verib D variantında. Yanlışdır, yəni uşaqlar. Olmaz sual əvəzliyi. Sənə ədat deyir, yəni burada. Burada da mən nə axtarmalıyam? Sual ədatı axtarmalıyam da təbii ki. Kaş arzu ədatıdır, çıxıram. Di, qoy, bax, gör. Bunlar əmr ədatlarıdır. Məgərdir burada cavab. Bəli, sual ədatıdır. Sual ədatında ora qoya bilərəm. Məgər sən dərslərini hazırlamamışsan, ona baxıram, sözlərin mənalarının izahı ilə bağlı düzgün uyğunluğu müəyyən edin. Mən həmişə uşaqlara qeyd eləyirəm ki, izahlı lüğəti mütləq şəkildə öyrənmək lazımdır. Ona görə ki, sizin həm mətnin içərisində sual sala bilər, yəni oradan, həm də qrammatikada sual sala bilər sizə. Eynən bu sualda olduğu kimi. Bəyanat, etimad, humanist sözləri. Bəyanat nədir? Təbii ki, burada bir məsələ haqqında hökumət və ya idarənin rəsmi məlumatıdır bəyanat. Birə gedəcək D. Etimad nədir? Etimad deyir ki, filan kəsin sənə etimadı varmı? İnamı varmı? Yəni, etibarı varmı? Bu zaman A-nı mən 2-yə uyğun görürəm. Humanist sözü isə İnsanpərvər olan insana deyirlər, insansevər insana deyirlər. Yəni, o da Y variantında öz əksini tapmışdı. 1-ə D, 2-yə A, 3-ə də Y variantı. Gəlin görək hansı variantdadır? C variantındadır. Bəli, cavab olacaq. Demək, C variantı. 10-cu sual və axırıncı qrammatika sualı idi. İndi isə keçək mətn suallarının izahına. Uşaqlar, mətn əgər sizə tanışdırsa, o zaman sualların izahına birgə mənimlə baxıb yoxlaya bilərsiniz. Yox, əgər sual sizə, mətn sizə tanış deyilsə, o zaman videonu saxlayaraq sualları, mətni oxuyub sualları birgə cavablandıraq. Demək, mən mətni oxumuram. Baxıram 11-ci suala. Mətndə hansı hadisəni təsadüfi hesab etmək olar? Gəlin baxaq.
Demək, kişi ilə qocanın qarşılaşmasını bəli, təsadüfi hesab etmək olar. Kişinin ağır yük daşıması təsadüfi deyildi. Bu övladlarını nəvələri üçün yaxşı yaşayış təmin etmək üçün havanın soyuq olmamasını, çünki yaz fəsli idi yəqin ki, qocanın yolla getməsini yox, kişinin öz xoşbəxtliyi haqqında düşünməməsini təsadüfi deyildi. Yəni onun başı qarışmışdı zəhmətə. Kişi ilə qocanın qarşılaşmasını bəli, təsadüfi hesab eləyə bilərik. 12-də mətnə əsasən cədvələ uyğun fikirləri müəyyən edin. Mətndə tənqid olunur, təbliğ olunur. Tənqid olunan insanları sevməmək yox, özünə qarşı laqeyd, bəli, sadəlik yox. Demək, buradan mən 1-ləri, 3-ləri çıxacağam. Qalacaq 2 ilə 4, amma yenə də baxaq. Həyatın gözəlliklərini duymaq təbliğ olunurdu. Bəli, deyirdi, sən birinci özünü sevməlisən, digərlər də səni sevsinlər. Yəni onlar da xoşbəxt olsunlar, sevgini səndən öyrənsinlər. 2 ilə 4 olacaq uşaqlar. Zəhmətkeşlik təbliğ olunmurdu yəni burada. Ancaq sevgi təbliğ olunurdu, insanın özünü sevməsi. Keçək digər suala, 12-13-cü suala. Mətn əsasında ağır yük daşıyan kişi ilə bağlı hansı sualın cavabını müəyyən etmək olar? Neçə nəvəsi var idi? Bu barədə məlumat yox idi. Peşəsi nə idi? Bu barədə də məlumat yox idi. Yəni sadəcə burada deyir ki, yük daşıyırdı. Yəni peşəsi haqqında bir məlumat verməyib. Neçə övladının olmağı haqqında da məlumat yoxdur. Xoşbəxt oldu mu? O sadəcə xoşbəxtliyi başa düşür ki, sondakı xoşbəxt olmalıdır. Olması haqqında bir məlumat yoxdur. Hansı ümidlə yaşayır? Bu, bəli, var idi. O ümidlə yaşayır ki, deyir ki, qoca düşünür, indiyə qədər deyir, nəyə görə, bax, həmin hissəni göstərim, nəyə görə deyir, əziyyət çəkirəm ki, uşaqlarım, nəvələrim rahat yaşasınlar. Yəni, mən, babam deyir, babama görə, babam atama görə, atam mənə görə çalışıb. Mən də indi özümü yoruram ki, uşaqlarım, nəvələrim əziyyətsiz yaşayıb, xoşbəxt olsunlar. Yəni, buna görə, bəli. 14-də əvvəldə rəqəm yazılmış sözlərin kontekstdəki mənası ilə bağlı uyğunluğu istəyir bizdən. 1-2, gəlin sözləri yazaq. 1-də ağır sözüdür, həqiqi mənadadır. Ağır, 1, həqiqi mənadadır. 2-də söz nədir? Bir dəqiqə, 2-də söz ağır zəhmətlə. Bu isə burada da ağır sözüdür, amma bu ağır məcazi mənadadır. Böyük çəkisi olan mənasındadır. 1-ə həqiqi məcazi olmağın yazaq uşaqlar. Gəlin bunları silək buradan. Bildikdə bir həqiqidir, 2-də məcazidir. Gəlin indi onları yazaq bura. Burada yazılıb çünki. Məcazi mənada, həqiqi mənada D, məcazi mənaya C qoyacaq. Demək, gəlin bu qanuna uyğunluğa baxaq ki, görək. Məsələn, burada pozulub C-də. Sonra burada, məsələn, yox, bunlar da gözlənib. Baxaq indi. Deyir ki, təmkinli, vüqarlı, ciddi, çox çətin mənasındadır. Böyük çəkisi olan, bax, böyük çəkisi olan, bəli, budur da. Ağır yükdən söhbət gedir də. A, D yazılacaq birinci uşaqlar. 2-yə də baxaq, çox çətin mənasını. Gəlin, baxaq, buradakı ağır nədir? Deyir ki, bu sözlərdən sonra başa düşdü ki, övladını buraxacaq ən böyük miras ağır zəhmətlə qazanılan mal dövlət deyil. Buradakı ağır çox çətin mənasındadır. Bəli, F. Demək, 1-ə olacaq A, D, 2-yə olacaq C, F. Demək, cavab olacaq C variantı. Sonra, baxaq bura. Ruhundakı rahatlıq və sevgi onlara verə biləcəyin ən qiymətli əvəz olmaz hədiyyə olar cümləsini hansı işarənin yerinə uyğun olar, yəni artırsaq? Demək, verə biləcəyin ən əvəz olunmaz. Baxaq bura. Niyə deyir özünü məhkum etmişsən? Kişi dayanır, cavab verir, yox. Əziyyətsiz yaşa, xoşbəxt olsunlar buradan sonra. Bu bilirsiniz, bu qocanın dediyi sözdən sonra olmalıdır. Bəs indiyə qədər ayda ki, bura qoya bilmərəm. Eləcə də xoşbəxt olacaqlar, uşaqlarım, nəvələrim burada qoya bilmərəm. Yalnız onda uşaqların, nəvələrinə, ətrafdakılara xoşbəxtliyin nə olduğunu göstərə bilərsən. Ondan sonra da ruhundakı rahatlıq və sevgi onlara verə biləcək ən qiymətli əvəz olmaz hədiyyə olar. Bəli, bu demək ağac işarəsinin yerinə qoyulmalıdır. O da hansı variantdadır? O da A variantındadır. Baxıram 16-ya. Mətndəki problemlərdəndir. Problemi müəyyən edir. Mətndəki problem yük daşıyan kişinin öz xoşbəxtliyinə əhəmiyyət verməməsi. Bəli, bu var idi. Bu problem idi yəni. Yük daşıyan kişinin ailə qayğısı çəkməsi problem deyildi. Dünyada xoşbəxt insanların olmaması, yəni bu sadəcə bütün dünyaya aid ediləcək bir şey deyildi. Problemi müəyyən edir kim? Qoca müəyyən edir də. Yük daşıyan kişinin özü yox. Yəni özü müəyyən etsəydi, özü elə əvvəldən dərk eləyərdi də, qoca ona başa salır. 1 ilə 4 olacaq burada cavab B variantı. 17. Mətn əsasında müəyyən etmək olar. Obrazların yaşının neçə olduğunu qoca deyir, amma sadəcə demir ki, neçə yaşındaydı. Hadisənin hansı ölkədə olduğunu, bu barədə bir məlumat yoxdur. Hansı tarixi dövrdən bəhs olunduğunu, bu barədə məlumat yoxdur. Qocanın maddi vəziyyətini, burada söhbət kişi və qocadan gedirdi də. Qocanın maddi vəziyyəti yox idi. Yenə kişinin maddi vəziyyəti desəydi, yenə də hər ehtimala qarşı götürmək olardı da. Amma burada ilin fəslinə, baxın uşaqlar, burada deyir ki, təbiət sakit, gözəl idi. Ağaclar yenicə çiçəklənmişdi. Bu çiçəklərin ətri hər tərəfi bürümüşdü. Havada xoşa gələn bir... Buradan məlum olur ki, bu yaz fəslidir. Demək, ilin fəslini müəyyən edə bilirəm mən burada.
18. Mətnin tərkib hissələri ilə bağlı doğru fikir istəyir bizdən. Doğrunu. Aha, gəlin baxaq. Demək, giriş hissədə yalnız təbiətin gözəlliyindən bəhs olunur. Yəni burada qoca haqqında da məlumat verir də bizə ki, qoca yol gedirdi. Yalnız təbiətin gözəlliyini deyə bilmərik axı. Ona görə bir yanlış. Sonra yalnız əsas hissədə dialoqdan istifadə olunur. Bu doğrudur uşaqlar. Baxın, nə giriş hissədə, nə də əsas nəticə hissədə biz dialoq görmürük. Nəticə hissə buradır. Giriş hissə buradır. Burada dialoq görmürəm yəni mən. Ona görə 2 doğrudur. Qocanın müdrikliyi əsas hissədə müəyyən olunur. Bəli, çünki hadisələrin əsası əsas hissədə müəyyən olunur elə. Nəticə hissədə kişi ilə qocanın fikir ayrılığı ortaya çıxır. Yox, əslində nəticə hissəsində o başa düşür ki, dərin nəfəs alır və düşünür ki, uşaqların xoşbəxt təmin etmək üçün əvvəlcə öz xoşbəxtliyini qazanması lazımdır. Burada başa düşür əslində. Deyə bilmərik ki, fikir ayrılığı yaranır. Ona görə gəlin elə 4-ləri çıxıram. Buradan 1-ləri də yox, bir dəqiqə, 2-ni niyə çıxdım? Bir dəqiqə, 1-ləri də çıxıram. Cavab qalır A variantı. Mətnin birinci abzasındakı nöqtələrin yerinə uyğun olmaqla qocanın xüsusiyyətlərini ifadə edən sözlər yazın. Burada bir gün nöqtə-nöqtə və nöqtə-nöqtə bir qoca yol gedirdi. Müdrik deyə bilərik, dünya görmüş deyə bilərik, ağıllı deyə bilərik. Müdrik, ağıllı, dünya görmüş. Hər hansı birini yazmısınızsa düzgün yazmısınız uşaqlar. 20-də tünd qara hərflərlə verilmiş söz əsasında cədvəli tamamlayın. Tünd qara sözə baxaq bir dəqiqə. Soruşdu. Qoca ona yaxınlaşıb soruşdu. Soruşdu hissəsini gətirib qoyuram bura. İndi görək ki, burada mətndəki mənası həqiqi mənadadır. Həqiqi. Və mətndə əvəz edilə bilən fərqli funksiyada nümunə sual verdi. Bəli. Sual verdi formasında ola bilər. Bu bədii mətnin izahı idi. İndi isə keçək biz informativ mətnə. Yenə də əgər siz mətnlə tanış deyilsinizsə, mətni oxuyub tanış olub, daha sonra sualları mənlə cavablandıra bilərsiniz. Demək, ikinci mətndə Həmidə xanım Cavanşirdir. Demək, baxaq 21-ci suala. Mətnə əsasən Eylervin dəqimdə doğru fikirləri istəyir bizdən. Doğrunu. Həmidə xanım Cavanşir Cəlil Məmmədquluzadə maarifçiliklə məşğul olur. Bu hər ikisinə aiddir. Baxın, burada abzas olaraq göstərim sizə. Onlar deyir, birlikdə xalqın təhsili maariflənməsi yolunda çalışırlar. Bax, bu hissə yanlışdır daha doğrusu. Bu ortaya yazılmalıydı. Birləri gəlin çıxaq. Maddi yardımlar göstərir. Həmidə xanım Cavanşir, bəli, maddi yardımlar. Molla Nəsrəddin jurnalını təsis edir. Bunu bunlara, yəni ikisinə də aid eləyə bilmərik. Ədibdir Cəlil Məmmədquluzadə, bəli, ədibdir. Demək, burada olacaq 2 ilə 4 cavab C variantı. 22. Mətnin giriş hissəsinə əsasən müəyyən etmək olar. Baxın, burada mətnin giriş hissəsində bəhs olunan şəxsin keyfiyyətlərini, insanların Həmidə xanımla, bəli, bunu ayırd eləyə bilərik. Mətndəki problemi yox, 3 yanlışdır. Sonra gəlin buradan, bir dəqiqə. Demək, 2 olmayan variantı da çıxaq. Qalır B ilə Y variantı. Mətndəki əsas fikri burada müəyyən eləyə bilmərəm mən. Giriş hissədir bu. Bəhs olunan şəxsin keyfiyyətlərini, xalqına yaxın, arxa dayaq olduğunu göstərirdi, bəli. 1 ilə 2-ni uyğun görürəm mən burada. Y. 23. Mətn əsasında cədvəli tamamlayan fikirləri müəyyən edin. İş həyatına keçirilməsinə məqsəd milli təhsilin demək, inkişafına dəstək. Bəli, bir doğrudur. İnstitutun rəhbərliyi ilə yaxın münasibət yaratmaq yox. İş nə idi? Həmidə xanım Tiflisdəki Qızlar İnstitutuna öz vəsaitinə müəllim təyin etdirməsi. Bax, buradaydı o. Tiflisdə qızlar deyir ki, bax, öz vəsaiti hesabına. Bu, demək, doğrudur. İş budur. Sonra, işin həyata keçirilməsinin səbəbi nə idi? Həmin təhsil müəssisəsində Azərbaycanlı müəllimin olmaması. Bax, burada da deyir, Azərbaycanlı müəllimin olmamasını görüb, vəsaitlə ora müəllim təyin etmişdi. Burada 1 ilə 3 olacaq, cavab olacaq A variantı. Keçək 24-cü suala. Həmidə xanım atasının yolunu davam etdirirdi fikrini əsaslandıran fakt hardadır? Bax, burada o deyir ki, atası Əhməd bəy Cavanşir tarixçi və maarifçi idi. Kənddə xeyirxah işlər görür, su arxları bərpa edirdi. Xan nəslindən idi. O da onu davam elətdirir, yəni. Bax, burada atasının vəfatından sonra Həmidə xanım onun yolunu davam etdirir. Yəni, neyinir? Maarifçilik yolunu davam elətdirir də. Toxuculuq sexləri, su dəyirmanı tikdirir, bayramlarda sovqat paylayır. Və buna əsasən yaza bilərik, məktəb açdırır. Sonra maarifçilik işləri görür. Cavab olacaq 24-də B variantı. 25. Həmidə xanım qızlarının savad alması üçün xüsusi səy göstərir. Kənd yerlərində qadınların hüquqlarını qoruyurdu cümləsinə. Mətnin hansı abzasını genişləndirmək daha uyğundur? Qızlardan harda bəhs edir uşaqlar? Bax, burada. Bir dəqiqə dəyişdirim həmin hissənin, demək, qələmin rəngini ki, uyğun, yəni tez görə biləsiniz. Demək, burada baxın ki, qızlarım bir dəqiqə. Demək, özəllə uşaqlar peyvənd edir və onların ölümündən xilas. Maarifçi xanım, kənddə
məktəb də açdırmışdı. Sonra burada qızlardan harda bəhs edir? Həmin hissəni bir dəqiqə. Həmin hissəni tapım sizə göstərim. Burada məsələn 7-ci abzasa baxın. Deyir ki, bir neçə dil bilən qadın gənclərə xarici dil bilməyi öyrətməyi tövsiyə edir. Amma ana dilini yaxşı bilmələrsə, o Tiflisdə Qızlar İnstitutunda Azərbaycanlı müəllim olmadığını görüb vəsait hesabına ora demək müəllim gətirir. Yox, uşaqlar, burada bir dəqiqə. Bu 4-cü abzasa baxaq biz həmin hissəyə. Həmidə xanım öz əlləri uşağa peyvəndə onları ölümdən xilas eləyirdi. Bura aiddir də, elə 4-cü abzasa aiddir. Bəli. 4-cü abzasa uyğun görək bunu. 4, bəli. Bir dəqiqə. Dəyişin bunu. 4-cü abzasa. Sonra 26-da mətndə üzərində rəqəm yazılmış hansı sözün kontekstdəki mənası ilə bağlı uyğun nümunə verilməyib. Demək. Gəlin baxaq üzərində rəqəm yazılmış sözlərə. Demək, burada həmdəm sözüdür. Həmdəm. Yazaq bura həmdəm. 1. Həmdəm. 2. 2 nədir? 2-də deyir ki, maarifçi. 2. Maarifçi. 3. Demək, 3 sovqat. 4 ədib. 3 sovqat. 4 ədib. 5 varmı? 5-ə baxaq. 5, 5. 5 vəsait. Aha. 5 vəsait. Demək deyir ki, yaxın yoldaş həmdəm ola bilər burada, bəli, bu verilib. Sonra elmi təhsilin yolunda çalışan şəxs, bu ədəbiyyat xadimi ədib deyə bilərəm. Demək, ədib, yaxın yoldaş həmdəm, pay hədiyyə sovqat, kitab, dərslik, vəsait. Hansının maarifçi sözünün mənası olmadı, bəli, 2. 27. Mətnin başlığındakı nöqtələrin yerinə ən uyğun ifadə xeyriyyətçi və maarifçi qadın D variantı. Çünki ondan danışır burada. 28. Mətndəki bayatıya əsasən Həmidə xanımın daxili dünyası haqqında demək olar. Mətndəki bayatıya baxaq. Ay doğdu peşman peşman, gün oldu ona düşman, pünhan ağla gözlərim, nə dost bilsin, nə düşman. Burada həmişə şən qayğısız olmağı yox. Çünki burada ay doğdu peşman peşman deyir. Təbiət gözəlliklərinin təsvirinə həsr olmuş əsərləri sevir. Yox, kədərini gizli saxlama çalışması qürurundan xəbər verir. Bunu uyğun görə bilərik, bəli. Dostlarına dəyər vermir, yox. Şeir yazma başqa fəaliyyətlərdən üstün tutur, yox. Arada bir şeir yazırdı, yəni. Mətnin sonundakı nöqtələrin yerinə uyğun ifadəni yazın. Burada mətnin sonunda Həmidə Cavanşir xeyirxahlığı və mərhəməti ilə tarixdə ad qazandı. Tarixdə ad qazandı. Tarixdə tanındı və s. Mətnin planına əsasən cədvəli tamamlayan nümunələr yazın. Tərkib hissəsi, giriş hissəyə mətnin plan bəndi. Aha, plan bəndi. Giriş hissəyə nə yazaq? Baxaq giriş hissəyə. Demək, sevgi ilə Həmdəm xanım adlanır. Xalqın sevgisi. Yaza bilərik, xalqın sevgisi. Sonra maarifçi qadın tərkib hissə olaraq maarifçilikdən əsas hissədə danışırdı. Bəli. Əsas hissə. Burada yaza bilərik tərkib hissəsi kimi əsas hissə. Demək, mətnin izahı bu qədər. Yenə də siz mətni izlədinizsə, videonu dinlədinizsə, faydalandınızsa, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.